Qoç bürcü. Öz məqsədlərinizə çatmağa diqqət yetirməyin vaxtıdır. Gün üçün ən yaxşısı budur. Kimsə sizi çaşdırmağa və ya hətta sizdən istifadə etməyə çalışa bilər, ona görə də ehtiyatlı olun. Bəzi qoçlar öz maraqlarını qorumaq üçün kifayət qədər sərt davranmalı olacaqlar. Vacib məsələləri günün ikinci yarısına qədər təxirə salmayanlar yaxşı işləyə biləcəklər. Səhər xüsusilə məhsuldar olacaq və o zaman yəqin ki, balıq ovuna fasilə vermək istəyəcəksiniz. Axşam ünsiyyət üçün münasib olacaq. Yeni tanışlıqlar da mümkündür, lakin onlardan xüsusi bir şey gözləməyə dəyməz. Buğa bürcü. Səhər xoş sürpriz və ya xoş xəbər əhvalınızı yüksəldəcək. Həvəs dalğasında əvvəllər hamını çaşdıran bir neçə məsələni həll edəcəksiniz. Və sonra bəzi bezdirici səhvləri düzəltmək şansı olacaq və burada da itki olmayacaq. Köhnə tanışlar işdə kömək edə bilər və onlardan 2 dəfə soruşmağa ehtiyac qalmayacaq. Günün ikinci yarısı birincidən daha sakit olacaq. Ailə işlərinə, qohumlara kömək etməyə münasibdir. Ola bilsin ki, sevdiyiniz insanın dəstəyinizə ehtiyacı olsun. Səmimi söhbət üçün vaxt tapın. Əkizlər bürcü. Günün əvvəlində emosiyaların öhdəsindən gəlmək nə qədər çətin olsa da sakit və müdrik davranın. Bu, tələsik qərarlar vermək vaxtı deyil, xüsusən də şəxsi həyatınıza aiddirsə. Bir şey etməzdən əvvəl vəziyyəti sakitcə başa düşməyə çalışın, nə istədiyinizi dəqiq bildiyinizə əmin olun. Günortadan sonra çox şey öz yerinə düşəcək, sonra axmaq bir iş görmədiyiniz üçün özünüzü tərifləyəcəksiniz. Bu vaxt istənilən vacib söhbətlər üçün münasibdir. Həm iş, həm də şəxsi mövzuları müzakirə edə bilərsiniz, sizə dəstək olacaq və başa düşüləcəksiniz. Xərçəng bürcü. Yeni insanlarla tanış olmaq, danışıqlara başlamaq, həm fikirləri axtarmaq və ya bir növ ictimai fəaliyyətlə məşğul olmaq vaxtıdır. Özünüzü diqqət mərkəzində tapa bilərsiniz və çox güman ki, bundan məmnun qalacaqsınız. Ətrafınızdakı insanlar yalnız yaxşı tərəflərinizi görəcəklər, hətta əvvəllər tənqidi olanlar da sizi bəyənəcəklər. Günün ilk yarısı məşğul və maraqlı olacaq, daha sonra yəqin ki, dincəlmək istəyəcəksiniz. Bunu ən yaxın dostlarınızın əhatəsində etmək daha yaxşıdır, izdihamlı tədbirlərə baş çəkmək xahiş etməkdən daha çox yorucu və ya qıcıqlandıracaq. Şir bürcü. Yeni və qeyri-adi bir şey götürmək istəyirsiniz. Günün əvvəlində bunun üçün mükəmməl anı qaçırmayın. Çox rahatdır, yaxınlıqda məsləhətləşə biləcəyiniz insanlar olacaq. Onlar bütün suallarınıza cavab verəcək və demək olar ki, dərhal istifadə edə biləcəyiniz çox dəyərli məlumatları paylaşacaqlar. Günün ikinci yarısında bütün şirlər xırda anlaşılmazlıqlardan qaça bilməyəcəklər. Bürcün bəzi nümayəndələri xırda şeylərə görə yaxınlarınızla mübahisə etmək riskini daşıyırlar. Köhnə problemlərə qayıtmaq arzu olunmazdır. Xoşagəlməz xatirələr sizi uzun müddət içəri sürükləyə bilər. Müsbət əhval-ruhiyyə qazanmağınıza kömək edəcək bir şey ortaya qoymaq daha yaxşıdır. Qız bürcü. Səhər tezdən söhbət etməkdən həzz aldığınız insanlar belə sizi qıcıqlandıra bilər. Bu vaxt ciddi söhbətlər üçün uyğun deyil, amma vacib bir şey haqqında düşünmək üçün əlverişli olacaq. Diqqətiniz nə qədər azdırsa, hamını çox narahat edən problemlərin həllini bir o qədər tez tapacaqsınız. Günün ikinci yarısında əhvalınız nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq, başqaları ilə anlaşmaq asanlaşacaq və onlar sizə cəlb olunacaqlar. Qısa səfərə çıxan və ya qeyri-adi şəraitdə romantik görüş təşkil edən qız bürcləri əla vaxt keçirəcəklər. Tərəzi bürcü. Səhər boş şeylərə vaxt itirməyin, bu günün ən uğurlu hissəsidir və ondan səmərəli istifadə etməyə dəyər. Bəzi tərəzilər iş və ya uzun müddətli əməkdaşlıqla bağlı çox cəlbedici təkliflər alacaqlar. Cavab verməkdə tələsməmək daha yaxşıdır. İnsanların razılığını almaq üçün sizə bir şey söyləməməsi təhlükəsi var, beləliklə, əvvəlcə daha çox məlumat toplayın. Günün ikinci yarısı nəzərə çarpacaq dərəcədə çətinləşəcək. Bəzi köhnə problemlər özlərini xatırlada bilər və dərhal həllini tələb edə bilər. Məişət anlaşılmazlıqları istisna edilmir, amma burada çox şey nəzakət göstərib göstərməməyinizdən asılı olacaq. Əqrəb bürcü. Bəzi ciddi şeylər haqqında düşünmək, mühüm qərarlar qəbul etmək üçün əla gündür. Siz illüziyalar qurmayacaqsınız və heç kim sizi çaşdıra və ya təsəvvür edə bilməyəcək. Başqalarının məsləhətinə ehtiyacınız olmayacaq, ancaq özünüz başqalarına əla tövsiyələr verə biləcəksiniz və bu yüksək qiymətləndiriləcək. Pulu riskə atmamaq daha yaxşıdır, xüsusən də başqalarının pulu.
Maliyyə ilə bağlı hər şey maksimum ehtiyatlılıq tələb edir. Şəxsi münasibətlərdə müsbət meyllərin təsiri üstünlük təşkil edəcək. Bu sahədə dəyişiklik istəyirsinizsə, təşəbbüs göstərməkdən çəkinməyin. Ox atan bürcü. Günün başlanğıcı mütləq darıxdırıcı və sakit olmayacaq. Bir tərəfdən vacib işlər görməli olacaqsınız, digər tərəfdən də ətrafınızdakılar təəccüblü dərəcədə yavaş-yavaş düşünəcəklər, hətta səmimi şəkildə kömək etmək istəyənlər də dəyərlərindən daha çox bəlalara səbəb olacaqlar. Ancaq çox qıcıqlanmasanız, gərgin anların qarşısını almaq olar. Günortadan sonra biraz nəfəs alıb, qayğılarınızdan uzaqlaşa bilərsiniz. Çoxdan tanıdığınız biri sizi xoş xəbərlə sevindirəcək, sevdiyiniz insan isə sizə xoş sürpriz edə bilər. Kiçik səfərlər yaxşı keçəcək. Oğlaq bürcü. Tanışlıqlar üçün yaxşı gün, onlar faydalı olacaq, çox şeydən asılı olan insanlar tərəfindən dərhal bəyəniləcəksiniz. İş məsələlərini fikir ayrılıqlarından qorxmadan müzakirə edə, yeni köməkçilər və müttəfiqlər axtara bilərsiniz. Adi işlər darıxdırıcı görünə bilər, daha maraqlı və yaradıcı bir şey etmək istəyəcəksiniz və belə bir fürsət əldə edəcəksiniz. Axşam sizin üçün xüsusilə əziz olan insanla ünsiyyət üçün münasibdir. Bu yaxınlarda bir şey haqqında qızğın mübahisə etsəniz belə, tez bir zamanda ümumi dil tapa biləcəksiniz. Gözlənilməz mənbələrdən daxil olmaqla kiçik nağd pul daxil olmaları mümkündür. Dolça bürcü. Əvvəlcə hər şeyin səhv getdiyi görünəcək. Amma müsbət tendensiyaların təsiri çox tez artacaq, ona görə də biraz gözləyin. Çətin anlarda köhnə dostlara müraciət etməyə dəyər. Onlar əhvalınızı yüksəltmək və sizi ruhlandırmaq üçün bir yol tapacaqlar. Ancaq yeni tanışlıqlar çətin ki, öhdəsindən gələ bilsinlər. Günün ikinci yarısı çoxlu peşəkar imkanlar açacaq. Ancaq onlardan faydalanmaq üçün çox qətiyyətli və hətta sərt davranmalı olacaqsınız. Buna görə diqqətinizi cəmləyin və heç kimin sizi qabaqlamasına imkan verməyin. Balıqlar bürcü. Səhər çətin olacaq, xüsusilə bu zaman üçün, xüsusilə vacib bir şey planlaşdıran balıqlar üçün. Bir anlıq çaşqınlıq səbəbindən yaxşı fürsəti əldən verə və ya sonradan peşman olacağınız bir şey deyə bilərsiniz. Artıq bir dəfədən çox səhv etmiş və səhvlərini düzəldənlər üçün vəziyyətin öhdəsindən gəlmək daha asan olacaq. Bürcün bu cür nümayəndələri bir şeyin dərhal işləmədiyindən narahat olmayacaqlar. Axşam yaxınlaşdıqca sevinç üçün səbəblər daha çox olacaq. Günün ikinci yarısı xüsusilə uzun müddətdir hisslərini etiraf etməkdə tərəddüd edən eşqdə olan balıqlar üçün əlverişli olacaq. Bunun üçün fürsət mütləq görünəcək.